Sonra filosofun vəzifəsi beynini işlətmək, yuxu vəziyyətində olmamaq, daha çox şuurlu və xəbərdar olmaq, detektiv kimi düşünmək və hazırda gördüyü mənzərənin arxa planında bunun niyə belə olduğunu anlamaq, dərs çıxarmaqdır. Allah əvvəllər də insanlara dərin baxış vermişdir və bu baxışın verildiyi çox məşhur bir hekayə var. Bu şəxs Qabil idi. Quranda Qabil Habili öldürdükdən dərhal sonra hadisə baş verir. O, oturub qardaşının bədəninə baxır və onunla nə edəcəyini bilmir. Bədən sadəcə yer üzərində uzanıb, hər tərəf qan içindədir. Sonra onun gözləri bir mənzərəni görür. O baxır və görür ki, iki qarğa bir-biri ilə mübarizə edir. Qarğalardan biri digərini öldürür. Daha sonra qalib qarğa torpağı qazmağa başlayır. Öldürdüyü qarğanın cəsədini sürüyərək bastırır və üzərinə torpaq tullayaraq cəsədi örtür. Və həmin anda Qabil bir şeyi anladı. O başa düşdü ki, qarğalar ondan daha irəlidədirlər. Onun səviyyəsindən daha üstündürlər. Yəni o, bir heyvandan da aşağı vəziyyətdə idi. Çünki onun davranışı heyvan davranışı ilə eyni idi. O mübahisəni həll etmək üçün zorakılığa əl atdı. Qətl və ölüm yolunu seçdi. Amma o anladı ki, Allah ona göstərir ki, heyvanların özləri səndən daha çox mərifət sahibidir. Onlarda səndən daha çox hikmət var və onlar ölü bədəni necə düzgün bastırmağı, ona hörmət göstərməyi bilirlər. Halbuki Qabil bunu bilmirdi. Amma məncə bu yalnız Qabil üçün deyil, həmçinin bu hekayəni oxuyan bütün müsəlmanlar və bütün insanlar üçün bir dərs idi. Onlar bu hekayədən dərs götürməlidirlər. Həmçinin Süleyman Peyğəmbərlə qarışqa barədə olan məşhur hekayə də buna bənzəyir. Süleyman Peyğəmbər müdrik bir insan, müdrik bir padşah idi. Amma Yahudi və İslam rəvayətlərinə görə çox güclü bir dərsi kiçik bir qarışqadan aldı. Bu çox məşhur bir hekayədir. Əgər kimsə bilmirsə, araşdırıb oxuya bilər. Hekayədə deyilir ki, Süleyman Peyğəmbər ordusu ilə səyahət edirdi və bir qədər təkəbbür hissi keçirirdi və birdən bir səs eşidir. Dayanır və diqqətlə qulaq asır. Sonra başa düşür ki, bu bir qarışqanın səsidir. Süleyman əlini uzadır və qarışqa kraliçası onun əlinə çıxır. Süleyman qarışqadan üstün olduğunu ifadə etməyə başlayır. Amma qarışqa kraliçası ona dəlil gətirir və deyir: "Əgər sən məndən üstün olsaydın, məni indi qaldırmazdın. Əslində sən məni qaldırmaqla mənə xidmət edirsən." Beləcə qarışqa kraliçası Süleymanın təkəbbürlü olduğunu sübut etdi və onu öz həddini bilməyə vadar etdi. Beləliklə, Allah bizə öyrətmək istəyir ki, ətrafımızda baş verənlərdən dərs götürərək, dərin baxış və müşahidə vasitəsilə hikmət və məntiq qazana bilərik.